Kişi ev almağa pul tapmırsa o necə kişidir? Mən elələrinə kişi kimi baxmıram. Necəsən? Əla, siz necəsiniz? Odları saldın, kalem kalem kaşların hayalım oldu. Salam dostlar, xoş gördük. Əziz dostlar, videonu həmişə axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Kanalıma sponsor olmaq istəyirsinizsə, aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlayın. Reklam və işbirliyinə hər zaman açığam. Salam. Senin adın nedir? Senin adın nedir? Necəsən? Necəsən? Əla, siz necəsiniz? Mən də yaxşıyam. Çox şad oldum. Təbrik edirəm. Bilirsiniz dostlar, məsələn, hansısa aparıcı, yaxşı aparıcı olmaya bilər. Doludur efirlərdə savadsız aparıcılar, danışığını bilməyən, özünü apara bilməyən aparıcılar. Başa düşdük. İşini görə bilməyən həkim, savadsız həkim, başa düşdük. Və yaxud da başqa peşələrdə. Amma yəni elm bilirsiniz, yəni Azərbaycanın Elmlər Akademiyasının prezidenti, rəhbəri mi deyək, kim deyək, balaca uşaq kimi, məktəbli uşaq kimi üzündən oxuyur və yaxud da orada bir müsahibəsində görmürsünüz, elə danışır, heç elə bil ki, nə bilim, hansısa loru dildə danışır, nə dildə danışır bilinmir. Yəni, bu artıq daha böyük fəlakətdir, dostlar. Azərbaycan Elmlər Akademiyasının prezidenti. Yəni, bu cürdürsə, Allah bizi qorusun. Dostlar, məsələn, bax, bir şey deyim, çox zaman bu mövzuya toxunmaq istəmirəm. Bir də görsən adama qoyun beyni olmayanlar kafir damğası vururlar. Halbuki kafir elə onların özləridir, söhbət yox. Biz indi lağ eləyirik, məsələn, baxırıq Hindlərə, deyirik ki, bu nədir, bu nə dindir, bu nə inandır. Təbii ki, özləri bilər, söhbəti yox. Bizim üçün gülməlidir, onlar üçün yəni, bir inancdır. Bir də görürsünüz, bir dənə kişidir, alt paltarı da yoxdur ümumiyyətlə, belə sapla, iplə bağlayıb özünü çıxır, belə lüt gəzir şəhərdə, hamı onu övliya kimi, nə bilim, onların övliyası kimi şey eləyirlər, belə baş əyirlər, sitayiş eləyirlər. Bunlar da güya yarı tanrıdılar, bilməm nədilərsə, axır ki, bunların inanclarıdır. Bir qadın da, birinci dəfədə Hindistanda bir qadın şey görürəm, bayaq videosunu təqdim elədim sizə. Yəni, belə şeylər Hindistanda daha çoxdur. Yəni, orada mən məsələn gedim, belə deyək də soyunum, neysə bir qeydadı bir şey eləyim, hamı gəlib mənə belə sitayiş eləyəcəklər. Yaxşı da pul yığmaq var orada. Bir də mo eləsən, lap yaxşı pul yığmaq olar. Neysə, sözüm amma deyil. Biz indi lağ eləyirik, deyirik, gülürük, deyirik, bunlar nə gündədir filan. Amma bizdə də dəhşətli şeylər var, dostlar. Məsələn, bizdə də adamlar var ki, bizdə çox şükürlər olsun, Azərbaycanda lap dəhşətli dərəcədə deyil, amma Türkiyədə lap dəhşətli, dostlar. Orada, nə bilim, şeyxlər, meyxlər, nə bilim, bunları Allahla bir səviyyədə tutan insanlar var. Yəni, bu nə beyindir? Baxın, dostlar, indi gəlin bir dənə Türkiyəni göstərim sizə. Bu deyəsən Türkiyədə olan hadisədir. Baxın. Bu şeyxdir, bilmirəm haranın şeyxidir. Hamı gəlir, əlini öpür. Ya da İraqdır, bilinmir. Axır ki da yaxın şərqdir, dostlar. Yəni bizim, mən bunlara müsəlman demirəm, bizim müsəlman deyə dediyimiz şeylərdir. Yəni biz bunlar da çox güman ki, Hindləri görəndə kafir, küfür əhli deyirlər, amma özləri betər bütpərəstdirlər. Bu da Azərbaycandır, dostlar. Bu da Azərbaycandır. Yəni, dostlar,
Əslində Allahın göndərdiyi dinlərdə səmavi dindən söhbət gedir. Allahın tək dinindən söhbət gedir. Belə bir şeylər yoxdur. Yəni müsəlmanlar özlərinə deyə bilər, yox, bizimki haqdır filan bəs məkan, yəni bizimki dərkən, yəni özlərinə müsəlman deyənlər, bu bütpərəstlik eləyənlər, ələm fırladanlar, nə bilim, gedib divar öpənlər, nə bilim hansısa şeyxin əlini öpənlər, harasınsa öpənlər, yəni biz onlardan deyilik. İnşallah ki də haqq yolundayıq. Yəni onlar özlərini həqiqi müsəlman sayırlar. Amma məntiqlə fikirləşəndə gerçək İslam o deyil. Tək sitayiş olması Allahdır. Tək ibadət olması Allahdır. Vəssalam, qutardı getdi. Nəysə, bu mövzuda çox danışmaq istəmirəm. Çünki Azərbaycan cəmiyyətində də çox beyinsiz, axmaq kütlə var. Çünki hansısa bir şeyxi keçən dəfə shorts, yəni qısa videolarda tənqid eləmişdim. Girib orada belə onun tərəfdarları çıxmışdı Azərbaycanda. Yəni bədbəxt insanlar da onları ümumiyyətlə adam yerinə qoymuram. Nəysə, keçək bu mövzunu, çox danışmaq istəmirəm. Canımı aldın, odları saldın, kalem kalem kaşların hayalim oldu. Bax, sizə bir söz deyim, mən bunu həmişə qeyd edirəm. Mən heç kimin geyiminə filan qarışan adam deyiləm. Kim necə istəyir, elə geyinə bilər. Amma bayağıdırsa və sən bunu çəkib paylaşırsansa, artıq adam qıcıq olur. Bu nədir? Yəni, bu bayağı, bu müasirlik deyil, dostlar. Bu təmiz çuşqalıqdır, yəni. Bu müasir bir tip deyil, bu müasir tərz deyil. Ümumiyyətlə tərz deyil, yəni, çünki əyində bir şey yoxdur. Sən rusalkasan, sən süpersisən, sən nəsən. Baxın da, burada geyim görürsünüz siz ümumiyyətlə. Yəni, açıq-saçıqlığına görə demirəm, cəhənnəmə özü bilər. Amma bu deyil axı. Bu deyil axı. Yenə deyirəm, dostlar, keçən dəfə qısa video çəkmişdim, zövqsüzlük pik dərəcədədir. Özü müasir dövrdə, indiki dövrdə zövqsüzlüyün pikini yaşayırıq. Nə qalıbsa açığı 2010-a qədər musiqi olsun, istər geyim olsun. 2010-dan sonra elə bir ki, dünya başladı belə gicləməyə. Təbii ki, bütün insanlığa aid deyil, yəni normal düşünən insanlar da var. Kişi ev almağa pul tapmırsa, o necə kişidir? Mən elələrinə kişi kimi baxmıram. Mələk Heydərova deyib, aktrisa. Aktrisa və yazar hardan oldu, bu nə yazdı? Mələk Heydərova kişi anlayışı ilə bağlı sərt fikirlərini bölüşüb. Kişi ki gəlib desə vəziyyət çətindir, o kişi gözümün düşmənidir. Mənə əsl kişi lazımdır. Kişi daşdan da pul çıxarmalıdır. Və düz deyir, burada haqlıdır. Kişi ev almağa pul tapmırsa, bu necə kişidir? Eləsi var ki, arvadına deyir ki, pulumuzu bir yerə qoyub ev alaq. Belə olmaz, mən elələrinə kişi kimi baxmıram. Çox güman bunun atası, qardaşları belə öz qazanıblar, halal yolla qazanıb ev alıblar. Bu da ona görə arxain şəkildə belə çıxışlar eləyir. İndi bir şey deyim, daşdan pul çıxarmaq söhbətində haqlıdır. Daşdan pul çıxarmalıdır, halal yolla. O belə çətin məsələdir, amma olmalıdır. Amma ev almaq məsələsinə gəldikdə, yəni bu cür şeylər çıxırlar, axır vaxtlar kişilərə ağıl qoyurlar başlarına ki, kişi belə olmalıdır, elə olmalıdır. Sonra da feminizmdən, zatdan danışırlar. Birincisi, normal kişi, nə bilim, 5 dənə, 10 dənə ev alan kişi səni neyniyir özünə arvad eləsin, səni neyniyir. İkincisi də ki, bu açıqlamanı bu açıqlamanı verməyə kim məcbur eləyir? Cəmaət söyür, yəni mən təhqir eləmirəm, amma cəmaət sosial şəbəkələrdə bu paylaşımın altına belə təhqirləri güppüldadırlar, yəni. Yəni uzun sözün qısası, kişi pul qazanmalıdır, amma indi evdir də, özü ev ala bilmirsə, o demək deyil ki, o nakişidir. Sənin nəslində bəyən bütün kişilər hamısı halal qazancına ev alıblar. Adama belə deyərlər, yəni bunun başqa adı yox deyə. Biri çıxıb, yəni kişilər haqqında danışanda, qaydı bilirsən, sənin nəslin bəyəm normaldır, hamısı sən durub başqalarına ağıl verirsən. Nəysə dostlar, mən özümə söz vermişəm, axır vaxtlar özümü çox tərbiyəli aparıram, ona görə də sizə etikadan kənara çıxmayan qəşəng tənqidlərinizi şərhlərdə gözləyirəm. Özünüzə yaxşı baxın. WhatsApp nömrəmlə də reklam üçün əlaqə saxlamağı unutmayın. Hələlik.